pislik eləyirsə, o pisliyi bu dünyada görəcək deyə bir qayda yoxdur deyək. Yəni əslində biz yaşadığını yaşatmadan Bəli. ölməyəcəksən. Belə bir deyim var. Bəli. Və bir çoxu da buna çox inanır və içmən qarışıq. Mən də deyirəm, yox, elə bir şey ola bilməz. Amma gəlin etiraf eləyək ki, o qədər ətrafımızda insanlar var ki, elə bir pisliklər eləyiblər ki, özləri isə bolluq, bərəkətdə, xoşbəxtlikdə yaşayıblar və heç nə olmayıb onlara. Yəni heç nə olmayıb və rahat bir şəkildə də bu dünyadan köçüb gediblər. Bəs qalanın haqqı hara getdi? Baxın, qul haqqı ödənməmiş, əgər bir insan bu dünyadan köçürsə, onun ruhu, ruh da nədir? Bizim düşüncələrimiz, şuuraltımız, biz hər şeyi anlayırıq. O dünyada sonsuza qədər yanır. Yanır dediyimiz. Yanır. Elə sözün əsl mənasında.